Salam dostlar, mən Ceyhun İsmailov. Bu videodan etibarən biz artıq reading dərslərinə başlayırıq. Biz burada nə edəcəyik? Mən sizə birdən kitab seçmişəm. Hər həftə bu kitabın sadəcə bir səhifəsini analiz edəcəm. Oradakı çətin ifadələri, daha sonra çətin sözləri və eyni zamanda qrammatik quruluşuna baxacağıq. Bunların hamısını sizə izah edəcəm. Düşünürəm ki, bu sizin ingiliscə böyük kömək olar. Həm də ki, seçdiyim kitab Harry Potter The Chamber of Secrets kitabıdır. Bu Harry Potter'ın ikinci kitabıdır. Bunu seçməkdə məqsədim ondan ibarətdir ki, bunun yazarı J.K. Rowling'dir və o Britaniyalıdır. Yəni bildiyiniz kimi ingilisdir də, yəni təbii ifadələrdən istifadə edib. Düşünürəm ki, buradakı ifadələri bilsəz sizin ingiliscənizə böyük yaxşı ölçüdə təsir olar. Ona görə bu kitabdan başladım və dediyim kimi hər həftə sadəcə bir səhifəsini təhlil edəcəyik. Bugün isə ilk səhifəni təhlil edəcəm. Elə vaxt itirmədən gəlin keçək birinci səhifəsinə. Aha. Chapter 1. Yəni fəsil 1. The worst birthday. Ən pis ad günü. Ən bərbad ad günü. Not for the first time, an argument had broken out over breakfast at number 4 Privet Drive. Bir dəqiqə. Not for the first time. Bunun yəni mənası ilk dəfə deyil. Yəni bu asandır əslində. Mən orada daha çox çətin ola biləcək ifadələri və s. seçəcəm. İlk dəfə deyildi ki, an argument had broken out over breakfast at number 4 Privet Drive. An argument, yəni bir münaqişə, had broken out, baş verdi, yəni qəfil baş verdi mənasındadır bu. Had broken out da past perfectdir. Yəni ki, geçmişdə bir hadisə baş verib və bitib. Siz çox vaxt görsəniz ki, məsəl üçün iki cümlə var, arda-ardadır. Biri past perfect işlənib, biri isə past simple işlənib. Bu o deməkdir ki, yəni past perfect digər zamandan əvvəl baş verib. Və burada da had broken out, yəni ki, hadisə baş verdi və bitdi. Keçmişdə baş verdi və bitdi. Burada past perfect budur. Yəni mən sizə digər videolarda zamanların hamısını izah edəcəm. Əslində sadəcə burada bir növ biraz üstündən keçəcəyik. Sadəcə hansı zamandır? Bu sizə bunları göstərəcəm burada. Over breakfast. Yəni ki, səhər yemək zamanı oldu bu. At number 4 Privet Drive. Mənzil 4-də Privet Drive küçəsində. Cümləni ümumi tərcümə eləsək, not for the first time, an argument had broken out over breakfast at number 4 Privet Drive. İlk dəfə deyildi ki, bir münaqişə baş verdi, yəni səhər yeməyi vaxtı mənzil 4-də Privet Drive küçəsində. Mr. Vernon Dursley had been woken in the early hours of the morning by a loud hooting noise from his nephew Harry's room. Burada Mr. Vernon Dursley, yəni bu kişinin adıdır, Mr. işlənir ona görə. Had been woken. Buradakı wake feilinin 3-cü verb 3 versiyası, yəni ki, feilin 3-cü formasında işlənir burada. Had been woken da burada passive voice, yəni ki, məchul növdə işlənib, oyadıldı. Wake da oyatmaq deməkdir. 3-cü versiyası işlənib burada. Yəni bu passive voice işlənib və gördüyünüz had var burada. Yəni ki, past perfect eyni zamanda. In the early hours of the morning by a loud. Yəni erkən saatlarında, səhərin erkən saatlarında by a loud, ucadan hooting noise. Hootingin mənası isə bir növ, yəni bayquş səsləri kimi səslərdə, yəni from his nephew Harry's room. Onun, yəni nephew'un da mənası bir növ qardaş oğlu və s. bu mənalardadır. Yəni Harry'nin otağından bu cür səslər gəldi, yəni quş səsləri kimi səslər gəldi. Third time this week he rolled across the table.
Bu həftə 3-cü dəfədir ki, he roared. Roared da ki, yəni burada qışqırdı, amma daha emosional şəkildə deyilir. Yəni said işlənə bilər yerinə, amma bu daha emosionaldır. If you can't control that owl, it'll have to go. Əgər sən bu owl, yəni bayquşu idarə edə bilməyəcəksənsə, o getməlidir. Harry tried yet again to explain. Harry yenidən artıq neçənci dəfədir ki, izah eləməyə çalışdı. She's bored, he said. She's bored. Yəni o darıxırdı. Bu mənadadır. Burada she işlənib çünki bayquşun yəni dişi cinsində olduğunu bir növ göstərmək istəyir burada. He said. O dedi. She's used to flying around outside. Bura gəlsək. She's used to flying around outside. Burada kısaltmadır bu. She is used. Is used to plus verb 3 yəni fe'nin 3-cü forması işlənib. Burada bu mənası isə is used to. Yəni alışmışdı, bir şey eləməyə alışmışdı mənasındadır. To flying around outside. Yəni ki, she də burada bayquşdur. Yəni bayquş çöldə uçmağa alışıb da bir də bu mənada işlənir. If I could just let her out at night. Deyir ki, əgər mən ona icazə verə bilsəydim çölə çıxmağa bir növ. Sonra burada Uncle Vernon deyir. Do I look stupid? Do I look stupid? Deyir, mən axmağa oxşuyuram. Snarled Uncle Vernon. Burada da yəni snarled bir növ daha necə deyim əsəbi şəkildə dedi mənasındadır. A bit of fried egg dangling from his bushy mustache. Daha doğrusu mustache kimi tələffüz olunur bu. Mustache. Yəni ki, bir parça fried egg, kızardılmış yumurta, dangling, sallanırdı. From his bushy mustache. Yəni onun sıx bığından bir növ sallanırdı. Uncle Vernon. Buranı tərcümə elədim deyəsən. I know what will happen if that owl is let out. Deyir, mən bilirəm ki, nə baş verəcək if that owl is let out. Əgər that owl, bu bayquş, is let out'dur burada da yəni. Bir dəqiqə. Yəni bu bayquş icazə verilsə, is let, burada yəni passive voice işlənib. Yəni deyir ki, mən bilirəm də, yəni bu quşu icazə versək, bayquşu da yəni icazə versək çölə çıxmağa nə baş verəcək? He exchanged dark looks with his wife Petunia. O exchange dark looks yəni qarşılıqlı əsəbi şəkildə baxdı. With his wife Petunia. Onun həyat yoldaşı Petunia ilə qarşılıqlı baxışırdılar yəni. Harry tried to argue back. Harry cəhd elədi ki, yenidən yəni mübahisə etməyə. But his words were drowned by a long, loud belch from the Dursley's son Dudley. Harry cəhd elədi yenidən mübahisə eləməyə, amma onun yəni bu hissəni deyirəm. Harry tried to argue back. Yenidən cəhd elədi mübahisə eləməyə. But his words, onun sözləri were drowned. Were drowned yəni birisi necə eşidilmədi mənasındadır burada bir növ. Necə eşidilmədi? By a long, yəni bastırıldı da başqa bir səs tərəfindən. By a long, əlimdəydi. By a long, uzun, loud, ucadan, belch. Belch mənasıdır burada bir növ gəyirməkdir, yəni. From the Dursley's son. Dursley'lərin oğlu Dudley'nin yəni o səsinə görə, gəyirmək səsinə görə bir növ Harry'nin dediyi sözlər onun altında qaldı da, yəni bu mənadadır. I want more bacon.
Burada da yəni deyir ki, bacon isə bir növ yeməkdir, yəni donuz ətindən hazırlanmış. Yəni donuz əti, qızardılmış donuz ətidir də bir növ. Yəni deyir ki, I want more bacon. Mən daha çox bacon istəyirəm, yəni qızardılmış donuz əti istəyirəm. Ben düşünürəm ki, yəni ilk səhifə idi bu. İlk səhifəni ümid edirəm ki, anladınız. Əgər başa düşmədiyiniz burada hissələr varsa, şərh bölməsinə yaza bilərsiniz və mən izah edə bilərəm. Dediyim kimi, bunun hər səhifəsini mən izah edəcəm. Hər həftə çalışacağam ki, bunun bir videosu gəlsin. Yəni bu kitabı tam qutara bilmərik böyük ehtimalla. Çünki 400 səhifədir, amma əgər 40-50 səhifənin hamısını mən burada izahını sizə versəm, bu sizin üçün məncə böyük bir, yəni şans fürsət olardı. Yaxşı şəkildə anlaya bilərsiniz bu yerli ingilislərin işlətdiyi ifadələri və s. Bu əslində bir növ bu kitab uşaqlar üçün yazılıb, amma yenə də çox yaxşı cümlələr var burada. Amma dediyim kimi hər həftə bunun bir videosu gələcək. Və əgər başa düşmədiyiniz hissələr varsa, onu şərh bölməsinə yaza bilərsiniz. Elə oradaca sizə izah edə bilərəm. İzlədiyiniz üçün təşəkkürlər. Əgər videonu bəyəndinizsə, kanalıma abunə olmağı və like atmağı unutmayın. Növbəti videolarda görüşənədək.